Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlələri müvəffəqiyyət və cəmiyyət bölməsindən işləyəcəyik. 3 variantlı A, B və C variantları. Başlayaq. Tabesiz mürəkkəb cümlələr haqqında verilənlərdən biri yanlışdır. Bərabər hüquqlu sadə cümlələrin birləşməsindən əmələ gəlir. Bu tamamilə doğrudur. Tabeli cümlələrdə isə bərabər hüquqlu olmayan cümlələrin, yəni bir tərəfi aslı, bir tərəfi əsas, bir tərəfi tabe olan, bir tərəfi tabe edən tərəflərdən ibarət olur. Tərkibindəki sadə cümlələr müxtəlif məna əlaqələri ilə bağlanır. Bəli, məsələn, bölüşdürmə, deyək ki, qarşılaşdırma, ardıcıllıq, səbəb, nəticə və s. Tərkibindəki sadə cümlələrin bir-biri ilə bağlanmasında intonasiyanın rolu böyükdür. Düzdür, əsasən intonasiyadan istifadə olunur. İlə bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlaya bilmir. Unutmaq olmaz ki, birləşdirmə bağlayıcılarımız bir vədir, bir də ilədir. Və iki cümlənin ortasında, qovşağında işlənib, iki cümləni bir-birinə bağlaya bilir. Deyirəm ki, validə dedi və o qapıya yönəldi. Verilmiş nümunəyə fikir versəniz, o-dan sonra vergül istifadə olunub, bu normaldır və də orta mövqedə çıxış edib vergülsüz filansız. Unutmayın. Və mürəkkəb cümlənin ortasında çıxış edəndə heç bir tərəfində vergül qoyulmamalıdır. Ehtiyac yoxdur. Onsuz da elə və bir növ vergülün funksiyasını yerinə yetirir. Və də biz bunu gördük. Amma validə dediyi ilə o qapıya yönəldi. İlə ilə əvəzləyə bilirsənmi? Yox. Dəyərli şagirdlər, unutmaq olmaz ki, ilə cümlə üzvlərini birləşdirməkdə daha çox funksiya daşıyır. Yəni, məsələn, deyirsən ki, validə ilə şagirdləri məktəbə doğru yönəldilər. Fikir verin. Bax, burada validə ilə şagirdləri, validə və şagirdləri ilə artıq cümlə üzvlərini bağlamağa xidmət edib. Bu, bağlaya bilmir deyirsə düzdür. Tərkib hissələri yalnız bağlayıcı ilə bağlanır fikri səhvdir. Tabesiz mürəkkəb cümlədə bağlayıcı ilə də bağlana bilər, intonasiya ilə də bağlana bilər. Birinci cümlə səbəb, ikinci onun nəticəsini bildirir. Hava çox soyuq idi, onun əl-ayağı tamam donmuşdu. Baxın, bir insanın əl-ayağının donmasının səbəbi nədir? Havanın soyuq olması. Fikir verin, burada hadisənin səbəbi, burada isə onun nəticəsi peyda olub. Təyyarə gürültüsü eşidildi, onun ağ işıqları qaranlıqda ulduz kimi axıb keçdi. Bunu ardıcıllıq götürə bilərik. Gah o mənə qulaq asdı, gah mən onu dinlədim. Baxın, gah da. Ümumiyyətlə, bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin üstünlüyü belədir ki, onlar bağlayıcısız əsasən düzəlmir. Buradan yadda saxlayın. Ürəyi sözlə doluydu, amma danışa bilmirdi. Deməli, burada da qarşılaşdırma əlaqəlidir. Onun buğday sifətində təmkin, duruşunda igidlik sezilirdi. Sezilirdi təmkin, igidlik. Bu, ümumiyyətlə, sadə cümlədir. Sillogizmi tamamlayan fikri müəyyən edin. Baxın, sillogizmin asan yazılma qaydası nədir, dəyərli şagirdlər? Bir-biri ilə uyğunlaşmayan hissələri məntiqi cəhətdən birləşdirmək. Baxın, uyğunlaşanları mən siləcəm. Tabesiz mürəkkəb cümlənin tərəfləri tabesizlik bağlayıcıları ilə bağlanır. Bir də deyir ki, çünki tabesizlik bağlayıcısı deyil. Baxın, bunu sil, bunu da sil. Qaldı nə? Çünki və tabesiz mürəkkəb cümlənin tərəfləri. Baxın, əgər məntiqən çünki tabesizlik bağlayıcısı deyilsə, deməli o tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilməz də ki. Bax, B variantı. Vəssalam. Tərkib hissələri bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümləni seçin. Baxın, bağlayıcı olmayan cümlələri sil getsin. Niyə özünün vaxtına qənaət etmirsən? A-nı sil. Heç baxma ki, o tabelidir, tabesizdir, mənə nə? Ana deyir, həm qonaqlara tez-tez çay verir, həm də nigaran-nigaran qapıya baxırdı. Burada həm də bağlayıcısı istifadə olunsa da, iştirak bağlayıcısı. Baxırdı, verirdi kim? Ana. Bu sadə cümlədir, həmciz xəbəri sadə. O nə danışır, nə də deyilənlərə qulaq asırdı. Danışırdı, qulaq asırdı kim? O. Sadə cümlədir, baxmayaraq ki, nə də inkar var. Oradan nə bir səs eşidilir, nə də işıq gəlirdi. Gəlirdi, işıq eşidilirdi, səs. Nə də işlənib, bəli, artıq bu tabesizdir və bağlayıcı ilə bağlanıb. E variantında isə ümumiyyətlə bağlayıcı müşahidə olunmur. Tabesiz mürəkkəb cümlələrdə işlənən bağlayıcılarda durğu işarəsi ilə bağlı hansı fikir səhvdir?
Və bağlayıcısı ilə bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulmur. Bayaq mən bunu izah etdim. Amma ancaq lakin bağlayıcılarının işləndiyi tabesiz mürəkkəb cümlələrdə vergül bağlayıcılardan əvvəl qoyulur. Bu tamamilə doğrudur. Yəni, məsələn, deyirsən ki, validə gəldi, amma qapının bağlı olduğunu görüb geri qayıtdı. Ammadan öncə qoyulacaq. İsə bağlayıcısından nə əvvəl, nə də sonra vergül qoyulur. Bəli, isə bağlayıcısı mürəkkəb cümlənin qovşağından bir balaca uzaqdır. Məsələn, deyir ki, validə dedi, o isə eşitmədi. Fikir verin. İsə gör hardadır? Burada yəni tam mürəkkəb cümlə qovşağında deyil, bir balaca uzaqlaşıb və heç bir tərəfində vergül filan istifadə olunmur. Hətta həmçinin halbuki yəni bağlayıcılarının işləndiyi tabesiz mürəkkəb cümlələrdə vergül bağlayıcılardan əvvəl qoyulur. Bu da düzdür bir qanuna uyğun olaraq. Təkrarlanan həm də, nə də, ya da, gah da bağlayıcılarının hər birindən əvvəl vergül qoyulur. Hər birindən yox, təkrarlanandan. Bax, görün. Buradakı nümunəyə baxın, burada həm də var idi. Bax, fikir verin, deyir, ana həm qonaqlara tez-tez çay verir, həm işlənib. Əvvəl sonra heç bir şey qoymayıb. Amma təkrarlananda artıq bir öncədən vergül qoyulur, yəni əvvəldən vergül qoyulur. Yəni, bu belə olur. Həm gəlir, bir dənə həmdədən əvvəl qoyulur. Gah gəlir, amma gah da gələndə vergül qoyulur. Başa düşdünüz? Yəni, təkrarlama ərəfəsində vergül istifadə olunur. Gahdır, həmdir, nədir, yadır, bunlar tək işlənəndə yox. Tabesiz mürəkkəb cümlənin sxemi deyil. Baxın, burada ona görə var. Ona görə nədir dəyərli şagirdlər? Ona görə ki, bunlar səbəb bağlayıcısına gedib çıxdığına görə biz bunu götürə bilmirik. Bu tabeli mürəkkəb cümlənin sxemi ola bilərdi. Həmçinin, bilirsiniz də nə bağlayıcısıdır? Həmçinin iştirak bağlayıcısıdır. Daha sonra burada var məsələn, həm də, bayaq dedik, həm də nədir? Yenə bu da iştirak bağlayıcısıdır. Yəni aydınlaşdırma, lakin qarşılaşdırma. Həqiqətən bunlar tabesizlik bağlayıcısıdır. Ümumiyyətlə, dəyərli şagirdlər, tabellik və tabesizlik əlaqəli mürəkkəb cümlələri yaxşı bilmək istəyirsinizsə, həmin addan olan bağlayıcıları, tabesizlik və tabellik bağlayıcılarını yaxşı bilməlisiniz. Könlü və sözü bir olmayan insanın yüz dili olsa da, o yenə dilsiz sayılır cümləsi niyə tabesiz mürəkkəb cümlə deyil? Əvvəla burada sasə, şərt şəkli və dab ədatı ilə düzəldiyini müşahidə edirik. Birinci budaq, sonra baş gəlibdir. Bu niyə belədir? Çünki dəyərli şagirdlər, bir tərəfi budaq, bir tərəfi başdır. Bir tərəfi aslıdır, bir tərəfi əsas tərəfdən asılı vəziyyətdədir. Yəni, bir tərəf tabe edəndir, bir tərəf tabe olandır. Bərabər hüquqlu olmayan cümlələrdən əmələ gəlib. Baxın, C variantında bu ifadə olunub. Tabesizlik əlaqəsi ilə qurulsaydı, bu tabesiz mürəkkəb cümlə olardı. Tərkib hissələri bərabər hüquqlu olduğu üçün yenə. Bərabər hüquqlu olsa zaten tabesiz olar. Sənə deyir, niyə tabesiz deyil, deyir. İntonasiya ilə bağlanmaq həm tabeli, həm də tabesiz üçün aktual bir şeydir. Ancaq heç bu cümlədə intonasiya ilə bağlanmayıb axı. Burada sasə görürsüz, da görürsüz. Tabesizlik bağlayıcısı iştirak etmədiyi üçün bu da yanlışdır. Fikir versəniz cümləmizdə tabesizlik bağlayıcısı iştirak edib. Bir də unutmayın dəyərli şagirdlər. Tabellik bağlayıcısı, tabesizlik bağlayıcısı bunları çox qarışdırırlar. Bir məsələni deyim, yadda saxlayın. Fikir verin, normalda bu nədir? Tabeli mürəkkəb cümlədir. Amma bunun içində və tabesizlik bağlayıcısı var. Yəni, tabeli mürəkkəb cümlənin içində tabesizlik bağlayıcılarına rast gələ bilərsiniz. Bu qəribə gəlməsin sizə. Çox yaşamaq əlinizdə deyil, lakin adınızı çox yaşatmaq əlinizdədir. Mürəkkəb cümləsi ilə bağlı yanlış istəyir. Əlinizdə deyil, nə çox yaşamaq, əlinizdədir, nə adınızı çox yaşatmaq. Tabesiz mürəkkəb cümlədir, bəli, hətta lakin qarşılaşdırma əlaqəlidir. Tərkib hissələri müxtəsər cümlələrdən ibarətdir. Dəyərli şagirdlər, bir geniş cümlə anlayışı var, bir də müxtəsər cümlə anlayışı var. Geniş cümlənin içində ən azı bir dənə ikinci dərəcəli üzv olur. Müxtəsər cümlələrimizdə isə yalnız baş üzvlərə biz rast gəlirik. Və fikir versəniz, hər iki qrammatik əsasdan ibarətdir, hər iki tərəf mübtəda xəbər. Tərəflərin bağlanmasında bağlayıcı iştirak edir, düzdür. Tərəflər həm məna, həm də qrammatik cəhətdən əlaqələnir. Bəli, əks halda bu birləşib bir cümlə yaratmazdı. Mürəkkəb cümlədə intonasiya ilə əlaqələnib, bu səhvdir. Bağlayıcı ilə dedik axı əlaqələnib.
Tabesiz mürəkkəb cümlələri müəyyən edin. Maşınımız dağ döşündən enəndə ay da, ulduzlar da çox alçaqda görünürdü. Görünürdü ay, görünürdü ulduzlar. Bu ümumiyyətlə həmcins mübtədalı sadədir. B variantı B deyirəm. İkinci variantda madam ki. Siz nə görürsünüz burada dəyərli şagirdlər? Madam ki şərt bağlayıcısı və tabellik. Bir mənalı olaraq bu tabeli mürəkkəb cümlədir. Daha sonra deyir ki, duman gəlir, dağlar görünməz olurdu. Gəlir, duman, görünməz olur, dağlar. Fikir verin. Hər ikisi bərabər hüquqlu. Gah deyir, gün gah çıxır, gah da buludlar arxasında gizlənirdi. Gizlənirdi, çıxırdı, nə? Gün. Həmcins xəbərli sadə. Çıxır gün. Daha sonra nə deyir? Gah gün çıxır, gah bulud olur, gah da xərci əsməyə başlayır. Artıq fikir verin. Tamamilə bir-birindən əlaqəsiz 3 dənə qrammatik əsasımız var və hamısı nədir? Bərabər hüquqludur və nə ilə düzəlib? Gah, gah, gah da. Yəni, bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir. 5-də götürürəm, gözəl. Tabesiz mürəkkəb cümlədir. Baxın, hərçəndi gördüm. Nədir bu? Güzəşt bağlayıcısı. Bir mənalı, tabelidir, ikini sil. İkini sil, işini rahatlaşdır da. Bax, görürsən, 2C variantın qaldı. Sonra deyir ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Bax, bağlayıcı söz qarşılıq sözlə işlənib. Üçü də çıx. Bağlayıcı söz tabesizdə olmuş ki, tabeli də olur. Hamı gəlib çıxıb, birazdan yola düşərik. Gəlib çıxıb, hamı yola düşərik biz. Bəli, qrammatik əsasları fərqlidir, bərabər hüquqlu. Körpə yatır, ana ona keşik çəkirdi. Keşik çəkirdi, ana yatır körpə. Bu da olar. Həm sən qəlbimə dəymisən, həm də bəzi insanların etinasızlığından incimişəm. İncimişəm mən, qəlbimə dəymisən, sən. Həm də bağlayıcı da var, rahatlıqla götürə bilərik, qrammatik əsasları fərqlidir. Dəhlizdə nə uşaqlar, nə də müəllimlər gözə dəymirdi. Gözümə dəyirdi, üzr istəyirəm. Mən niyə cümlələri səhv oxuram? Gözümə dəyirdi, kim uşaqlar, kim müəllimlər. Fikir versəz, bu da bağlayıcı işlənsə də sadə cümlədir, həmcins mübtədalı. 1, 4, 5. İndi isə keçək digərinə. B variantında ilk sualımızda deyir. Tabesiz mürəkkəb cümlələr əsasında məntiqi ardıcıllığı müəyyən edin. Gah gün çıxır, gah da narın yağış çiləyirdi. Çiləyirdi yağış, çıxır gün. Gah da. Qrammatik əsasları var, bağlayıcı işlənib, bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə. Gah pişik cücələri qovur, gah da çalağanın kölgəsi onları pərən-pərən salırdı. Onları pərən-pərən salırdı nə? Çalağanın kölgəsi. Yenə qrammatik əsası var, bağlayıcılarımız da var, bölüşdürmə əlaqəli. Bizə də yenə məntiqi ardıcıllığı tamamlasaq, bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə lazımdır. Və bilirsiniz ki, bu cümlə növündə əsasən bağlayıcı iştirakı vacibdir. A-nı silirəm, burada ancaq var. Ya yazmalı, ya da oxumalısan. Oxumalısan, yazmalısan, kim? Sən. Çıx, çünki həmcins xəbəri sadə cümlədir. Gah məktub, gah da şeir yazırsan. Yazırsan, kim? Sən. Nəyi? Məktubu, nəyi? Şeiri. Bu da ümumiyyətlə sadə cümlədir. Burada həmcins tamamlıqlar var. Hava qızdı, qar əridi. Qızdı hava, əridi qar. Yəni, bu tabesiz mürəkkəb cümlə olsa da, yenə də bölüşdürmə bağlayıcısı olmadığından biz buna bölüşdürmə deyə bilmərik. Gah qızmar günəş şüaları adamı yandırır. Adamı yandırır, nə günəş şüaları. Gah da göyün üzünü qara buludlar alırdı. Qara buludlar alırdı, daha doğrusu alırdı, nə buludlar. Doğru cavab oldu E variantı, çünki bölüşdürmə əlaqəli tabesizdir. Hansı cümlənin tərkib hissələri baş-baş sxeminə uyğundur? Yəni, deyir, tabesiz mürəkkəb cümlə. Əmək insanı nəcibləşdirir, onu xeyirxah edir. Həmcins xəbəri sadə. Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi azad əməkdir. Əməkdir. Nə? Dayaq nöqtəsi. Getdi. İstirab adamı bərkidir. Bərkidir nə? İstirab. Məhəbbət isə dayaq olur. Dayaq olur məhəbbət. İsə də var qarşılaşdırma bağlayıcısı. Cavab C. Əsl məhəbbət olsa, sənə böyük məziyyətlər öz-özünə qismət olar.
Sayla düzəlib və təbii ki, bu nədir? Sayla düzəlibsə, şəkli ilə tabeli mürəkkəb cümlə. İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur. Qüvvətli olur kim? İnsan. Sadə cümlə. Mərd özündən bilər, namərd yoldaşından bilər. Burada ixtisar baş verib, bərpa edib baxa bilərik. Cümləsinin növünü müəyyənləşdirin. Baxın, deyirəm ki, mərd özündən bilər, amma namərd yoldaşından bilər. Fikir versəz, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə olduğunu görərsiniz. Hansı cümlə bərabər hüquqlu cümlələrin birləşməsindən yaranıb? Bərabər hüquqlu cümlə deyirsə, təbii ki, tabesiz mürəkkəb cümləni nəzərdə tutur. Pis sənət yoxdur, pis sənətkar var. Yoxdur nə sənət, var nə sənətkar. Həqiqətən A variantı tabesizdir, çünki bərabər hüquqlu cümlədir. B-də ki, bağlayıcısını müşahidə edirəm, tabeli mürəkkəb cümlədir. Burada sasəni müşahidə edirəm, burada da budaq baş hətta sxemini də qoya bilərik. Vətəni ona görə sevirlər ki, heç ardını oxumağa ehtiyac yoxdur. Tabellik bağlayıcısını harda gördünüz? Tabeli mürəkkəb cümlə. Kim ki, həyatda öz dostunu tanımır, onun özü dünyada tanınmağa layiq deyil. Baxın, kim ki tanımır, o tanınmağa layiq deyil. Kim ki nədir burada? Bağlayıcı söz funksiyasını yerinə yetirir və təbii ki, tabeli mürəkkəb cümlə olduğu əsasdır. Hansı tabesiz mürəkkəb cümlədə vergül işarəsi düzgün qoyulmamışdır? Azadlığı sevməyən adam qüdrətli adam ola bilər, lakin heç vaxt böyük insan ola bilməz. Hər şey qaydasındadır. Elmin səmərəsi rahatlıqdır, dünya malının səmərəsi isə əzabdır. Düz. Gün doğmuşdu və səmada ağ buludlar görünürdü. Düz. Nə dostum razı oldu, nə də mən hə dedim. Fikir versəniz, nə də bağlayıcılarında sadalananda ikincidən əvvəl vergül qoyulmalıdır. Sonra yox, bu səhvdir. Torpaq bəzi insanlardan ədalətlidir. Yəni, qoyulan əməyə bol-bol mükafatlar verir. Bu da düzdür. Hansı cümlədə dadə tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayıb? Şəhər də, kənd də mənə doğmadır. Doğmadır nə şəhər, nə kənd. Daha doğrusu hara. Bunlar mübtəda olduğu üçün bu ümumiyyətlə tabesiz mürəkkəb cümlə deyil. Yaz da, niyə dayanmışsan? Yaz sən, dayanmışsan sən. Həmcins xəbəri sadə. İldə qurban biri olar, sənə qurban gündə mən. Nə gözəl bayatıdır. Gözəldir, lakin burada ümumiyyətlə da bağlayıcısı yoxdur. Gündə hər gün mənasına gəlir və zaman zərfinin leksik şəkilçisidir. Üstümdə Allah da var, Peyğəmbər də var. Fikir versəniz, var Allah, var Peyğəmbər və hər ikisi qrammatik əsası olan cümlələrdir, ikisini birləşdirir. Məhəbbət evdə və işdən kənarda qadın üçün həyatdır. Buradakı də isə yerli kalın şəkilçisidir, onun heç bir adiyyatı yoxdur məsələyə. Tabesizlik bağlayıcılarından hansının köməyi ilə müxtəlif hadisələrdən birinin mümkünlüyü bildirilir. Bu adətən bölüşdürmə əlaqəli tabesiz cümlələrə aiddir. Və biz burada bölüşdürmə bağlayıcısı görə bilirikmi? Deyir ki, məsələn, ya suyu başqa səmtdən aparırdılar, ya da kəhriz batmışdı. Batmışdı nə kəhriz, aparırdılar kim? Onlar qeyri-müəyyən deyək ki, cümlədir. Yəni, bilmirik kim eləyib işi. Qeyri-müəyyən şəxs. Fikir versəz, doğru cavab C-dir. Çünki iki işdən birinin mümkünlüyündən danışır. Birinci cümlə ümumilik bildirir, ikinci onu aydınlaşdırır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. Dilbər konservatoriyada oxuyur. O, dirijorluq sənətinin sirlərini öyrənir. Oxuyur, Dilbər, öyrənir o. Fikir verin. Unutmayın, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədə çox vaxt durğu işarəsi olaraq qoşa nöqtədən istifadə olunur. Kövşənliklərimizdə bitən pencərlər, quş əbbəyi, yemlik, quzu qulağı, yarpız, dəvə davanı, əvəlik, kəkiyotu min dərdin dərmanıdır. Min dərdin dərmanıdır. Nə? Pencərlər. Və başlayır sadalamağa. Fikir verin. Burada qoşa nöqtəni müşahidə edirsinizmi? Sadalayır quş əbbəyi, yemlik, quzu qulağı, yarpız, dəvə davanı, əvəlik, daha sonra kəkiyotu. Yəni, burada ümumiyyətlə ümumiləşdirici sözdür, pencərlər sözü. Bu, mürəkkəb cümlə belə deyil. O mənə qulluq edib, mən onun hörmətini saxlamışam. Qulluq edib, o, saxlamışam mən.
Yəni bu tabesiz mürəkkəb cümlə olsa da, burada nəyisə aydınlaşdırmır axı. Rəhmət yazana, lənət pozana. Rəhmət kimə yazana, lənət kimə pozana. Burada da yenə də aydınlaşdırma yoxdur axı. Ədil hər gün tar çalırdı, amma onun çalğısından fələk də baş açmırdı. Gözəl bir ifadə cümlədir, lakin dediyimiz kimi burada da bir aydınlaşdırma məzmunu yoxdur. Tabesiz mürəkkəb cümlələrin birində vergül düzgün qoyulmayıb. A variantında ammadan öncə düzdür. Fikir verin B variantına. Biz demişik ki, və ilə bağlanan cümlələrdə nə əvvəl, nə də sonra vergül filan qoyulmamalıdır. B səhvdir. Nə də düz qoyulub. D variantı bu da düz qoyulubdur. Bu da düz qoyulubdur. Vəssalam. Gəldik əsas suallarımızdan birinə. Deyir ki, klasteri cümlə quruluşu ilə bağlı tamamlayan fikri müəyyən edin. Bizim iki şərtimiz var. İki qrammatik əsası var. Deməli, bu mürəkkəb cümlə olmalıdır. Deyir, xəbərlər bir mübtəda ilə əlaqələnir. Maraqlıdır, həmcins xəbərdən söhbət gedir. Belə olanda biz burada tabeli mürəkkəb cümlə axtarmalıyıq. Çünki tabesiz mürəkkəb cümlədə adətən xəbərlərin həmcinsliyinə rast gəlinmir. Ya bu sadə olmalıdır, ya deyək ki, tabesiz mürəkkəb cümlə olmalıdır. Amma tabelidə xəbərlərin həmcins olma şansı var. Belə ki, birbaşa variant üzərindən izah etmək istəyirəm, sonra digərlərinə baxacağıq. Baxın, dəyərli şagirdlər D variantına. Deyir ki, Rauf çox əlləşdisə də qardaşını yola gətirə bilmədi. Əlləşdi, Rauf, yola gətirə bilmədi, yenə Rauf. Sasə də. Sasə şərt şəklidirmi? Əlləşdi. Yox, şərt şəkli deyil, hissəcikdir. Və özündən sonra nə gəlib? Dadə gəlib. Bilirsiniz ki, bu hissəcik və ya şərt şəkli də ola bilərdi, fərqi yoxdur. Bu isə nədir? Ədatdır. Və belə bir quruluş varsa, bu 100% tabeli mürəkkəb cümlədir. Əlləşdi, yola gətirə bilmədi, Rauf. 2 dənə xəbərimizdə bir mübtədadan asılı vəziyyətdədir. Fikir versəniz, uzlaşma əlaqəsi ilə əlaqələnib. Görürsünüzmü? Amma yenə də 2 qrammatik əsası var deməkdən çəkinmirik. Çünki həqiqətən belədir. Çünki tabeli mürəkkəb cümlədir axı. Doğru cavab D variantıdır. Bəzən abituriyentlər belə cümlələrdə çaşqınlıq yaşayır və belə cümlələri adətən həmcins xəbərli sadə cümlə götürməyə meyilli olurlar. İndi bu istisnanı yəqin ki, görüb bir növ yadımızda saxlayarıq. İstisna deməyək, bu da bir qaydadır. Sadə cümlə. Taxıl vaxtında yığıldı, xırmanlara daşındı. Yığıldı, daşındı, nə taxıl? Sadə cümlədir. Bunun 2 qrammatik əsası varmı? Xeyr. Xanamızın birinci şərtini ümumiyyətlə qarşılamır. Tabeli mürəkkəb cümlə. Cəmilə xəstə olduğu halda bizi gülər üzlə qarşıladı. Burada baxın, xəstə olduğu halda hissəsinə siz ayrıca bir qrammatik əsas deyə bilməzsiniz. Bu tip ifadələr dilçilikdə xüsusiləşmiş üzv adlanır və bunlar ikinci dərəcəli üzvlərlə bağlı olur. Burada da məsələn zərfliklə bağlı. Onu da silirəm. Çünki sadədir. Tabeli mürəkkəb cümlə. Tələsik gəldim ki, üzr istəyirəm, kini özümdən artırdım. Tələsik gəldim səni görüm. Gəldim, görüm. Baxın. Kini də artırıb yenə yoxlaya bilərsiniz. Bu tabeli mürəkkəb cümlədir. Necə yoxlayaq? Di nədir? Şühudi keçmiş və xəbər şəklindədir feilimiz. Görüm əmr şəklindədir. Bu cür xəbərlər fərqli şəkillərdədirsə, bu da tabeli mürəkkəb cümlə olması üçün əsas götürə biləcəyimiz bir arqumentdir. Digər tərəfdən, 2 qrammatik əsas varmı? Var. Amma mübtəda varmı? İndi deyəcəksən, mən gəldim, mən görüm. Ay müəllim. Amma mübtəda olmayandan sonra mübtədanı biz xəyali qoyub əlaqələndirə bilmərik. Mən olsaydı, bu da variant olardı. Yenə tabesiz mürəkkəb cümlə. Samir gözücü qıza baxdı. Onun baxmadığını görüb gözünü çəkdi. Gözünü çəkdi, baxdı. Kim? Samir. Sadə cümlə, ümumiyyətlə. Yəni, başlıqla nümunə ümumiyyətlə uyğunlaşmır. Onu demək istəyirəm. İndi keçək C variantına. Hansı cümlə bərabər hüquqluluq əsasında yaranmamışdır? Yəni, tabesiz mürəkkəb cümlə deyil. Camal gedər, Kamal qalar.
gedər. Camal qalar Kamal. Camal üz deməkdir burada. Yəni deyir ki, üz gözəlliyi gedər, ağıl qalar. Hamı gedib quş gətirər, şaqqulu bayquş gətirər. Gətirər şaqqulu, gətirər hamı. Rəhmət yazana, lənət pozana, rəhmət yazana kimə? Lənət kimə? Qələm əyri yonulsa da, sasədən sonra nə gəlib? Da gəlib. Tabeli mürəkkəb cümlə. Burada bərabər hüquqluluq varmı? Xeyr, yoxdur. Deməli, bu yaranmayıb. Söhbət üçün çənə, saqqal üçün həna. Yəni, söhbət üçün çənə lazımdır, saqqal üçün həna lazımdır. Burada da sadəcə ixtisar var. Xəstəxananın barısının üstündən xəstələrin başı görünürdü. Özlərini günə verirdilər cümləsinin təhlili ilə bağlı səhv fikri müəyyən edin. Bərabər hüquqlu cümlələrin birləşməsindən əmələ gəlib, bəli, aydınlaşdırma əlaqəlidir. Çünki qoşa nöqtəni də görürsünüz. Tərəfləri intonasiya ilə bağlanıb, düzdür. Heç bir bağlayıcı vasitə yoxdur. Tərəflərin birincisi müəyyən şəxsidir. Görünürdü nə xəstələrin başı üçüncü növ təyini söz birləşməsi düzdür. Tərəflərin ikincisi qeyri-müəyyən şəxsi cümlədir. Özlərini günə verirdilər. Günə verirdilər kim? Onlar bir qrup insandan söhbət gedir. Bəli, qeyri-müəyyən şəxsi deyə bilərik. Bir tərəfdəki fikir digər tərəfdəki fikri aydınlaşdırır. Bu da düzdür. Daha nə oldu? Biz axı elə bir səhv cavab tapmalıydıq. Bir daha gözdən keçirin variantları. Hamısı da mənə düz gəlir şəxsən. Burada bir qüsur görmədim. Deməli, burada bir problem var. Bir baxım mən. Mən burada bir qüsur görmədim şəxsən. Şəxsi fikriniz varsa bu sualla bağlı yaza bilərsiniz. Ola bilsin variant problemi var. Tabesiz mürəkkəb cümlələrin birində vergül işarəsi düzgün qoyulmuşdu. Burada vədən nə əvvəl, nə sonra olmaz. Yənidən öncə qoyulmalıydı, sonra olmaz. Ancaqdan sonra olmaz, əvvəl qoyulmalıdır. Gah külək əsir, gah da yağış yağır, düz. Nə danışan vardı, nə də içərdən işıq gəlirdi. Burada da nədədən sonra qoyulmamalıdır, öncə qoyulmalıdır. Tabesiz mürəkkəb cümlələrin birində işlənmiş bağlayıcılarda durğu işarəsi düzgün qoyulmayıb. Çiçək çoxdur, amma solmayanlarını görməmişəm. Ammadan öncə qoyulmalıydı, səhv. Daha nə o çəmxəm elədi, nə də qəmli o ağaca əl atdı. Nə də düz qoyulub. Ağartıya, yavanlığa pul vermirik. Yəni, inəyin südü bizi görür. Düzdür. Ya mənim huşum başımda olmayıb, ya da sənin eynəyin gözündə. Düzdür. Mən danışdım, o isə qulaq asdı. Düzdür. Hansı tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında ardıcıl olan hadisələr əlaqələndirilmişdir? Mən səni qınamaram. Gəzməyən gəzə bilməz, gözəyən dözə bilməz. Burada ardıcıl olmalıdır. Bu ardıcıl deyil. Qoşa nöqtədə burada bizə sübutdur. Əynimiz görmədi bir isti paltar, qızındıq eşqimiz həvəsimizlə. Əynimiz isti paltar görməsə də, deyir, biz qızındıq eşqimiz həvəsimizlə. Burada ardıcıllıq varmı? Əlbəttə ki, yox. Ya burada mən işləyəcəm, ya da sən qalacaqsan. İşləyəcəm, mən, qalacaqsan, sən. Baxın, bağlayıcımız da var. Ancaq ya da bağlayıcısı nə sayılacaq dəyərli şagirdlər? Bölüşdürmə, düzdürmü? Getdi. Fasilə başladı və Ədilə yanındakı qızla birlikdə ayağa qalxıb zaldan çıxdı. Zaldan çıxdı Ədilə, başladı fasilə. Baxın, fasilə başladı və daha sonra başqa bir hadisə baş verdi. Deməli, D variantı ardıcıldır. Gah külək əsir, gah da yağış yağırdı, bölüşdürmə. Biri tərkib hissələri intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlədir. İnsanın ləyaqət və şərəfi bir də onun ədalətli olmasından bilinir. Bilinir nə? İnsanın ləyaqəti və şərəfi. Sadə. İndi nə torpaq dillənir, nə də təyyarələr uçurdu. Nə də. Bizə intonasiya lazımdır, bağlayıcı yox. Bu kini gördümsə tabeli mürəkkəb cümlə. İnsan gərək şayələrə inanmasın. Öz ağlının hökmü ilə hərəkət etsin. Həmciz xəbərli sadə, onun saçı üzünə dağılmış, yanaqları istidən pörtmüşdü. Bu da, fikir versəniz, mürəkkəb cümlədir, tabesizdir və intonasiya ilə bağlanıb. Hansı cümlələrin birində, yəni tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayıb, yəni həmişə belə iddialı olacaqsan, yəni bilirsiniz ki, amonimlik xüsusiyyətinə malikdir.
Bir bağlayıcı, bir də sual ədatı ola bilir. Burada sual ədatıdır. Sabah, yəni iyulun 22-si Milli Mətbuat Günüdür. Burada əlavə ilə işlənibdir. Bu bağlayıcıdır. Səyyarəgil fəaliyyətdə idi. Yəni rəqs dərnəyi artıq işə başlamışdı. Fikir versəniz, mürəkkəb cümlə qovşağında və təbii ki, doğru cavab C. D variantındakı yəni fikir versəniz, ümumiləşdirici sözdən sonra işlənib bağlayıcı. Yəni məsələn, burada da zaten sadalayır bağlayıcıdır. Hava soyuq idi, hər yerdə yazın xoş nəfəsi duyulurdu cümləsində nöqtələrin yerinə hansı bağlayıcı qoyula bilməz. Havanın soyuqluğundan danışır, amma burada da yazın xoş nəfəsindən. Amma, ancaq, lakin, halbuki qoyulsa da, yəni qoyula bilməz. Çünki burada vəziyyəti izah etmirsən sən, aydınlaşdırmırsan. Soyuq havadan danışırsa və yazın xoş nəfəsi. Bunlar təzad yaradır. Oxşar cümlələrdən hansı tabesiz mürəkkəb cümlədir? Səhər açılanda isti yaz günəşinin şüaları Xəzərin lacivərd sularını xüsusi bir gözəlliklə işıqlandırırdı. İşıqlandırırdı nə? Yaz günəşinin şüaları. Sadə cümlədir, bir mübtəda, bir xəbər. Elə ki, səhər açıldı, isti yaz günəşinin şüaları Xəzərin lacivərd sularını xüsusi bir gözəlliklə işıqlandırdı. Burada elə ki ifadəsi elmi mənbələrə əsasən deməli, bağlayıcı söz hesab olunur. Aydındır? Bunu yadda saxlayın. Bu da tabelidir. Səhər yenicə açılırdı ki, tabelidir. Səhər açıldı, isti yaz günəşin şüaları Xəzərin lacivərd sularını xüsusi bir gözəlliklə işıqlandırdı. İşıqlandırdı nə? Yaz günəşin şüaları. Açıldı nə? Səhər. Bəli. Həmcins xəbər falan yox. Tabeliyi əlaməti yox. Tabesiz mürəkkəb cümlə. Səhər açıldı mı? İsti yaz günəşinin şüaları Xəzərin lacivərd sularını xüsusi bir gözəlliklə işıqlandırdı. Burada da m ədatı tabeliyi əlaqə vasitəsidir. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Sadə cümlə. 2 mübtəda 2 xəbər işlənə bilməz, səhvdir. Məsələn, gəlin cümləyə baxaq. Validə və şagirdləri yaxşıca gəzib deməyək. Yaxşıca gəzdilər, əyləndilər. Gəzdilər, əyləndilər. Kim validə, kim şagirdləri. Həm həmciz xəbər, həm də həmciz mübtəda var. 2 dənə mübtəda, 2 xəbərdir, yenə də sadədir. Bilməz deyirsə səhv. Yalnız bir qrammatik əsas olur, düzdür. Bir neçə xəbər işlənə bilir, düzdür. Bax, burada işləndiyi kimi. Mürəkkəb cümlədə də zaten qrammatik əsas 2 dənədirsə, mürəkkəb cümlədə bir neçə xəbərə rast gələ bilərik. Mübtəda buraxıla bilməz. Heç əlaqəsi varmı? Bax, deyirsən ki, yaxşıca gəzdilər, əyləndilər. Məsələn, burada da xəyali bir mübtəda qoyuram, onlar. Üçüncü şəxsin cəmini bildirir, mübtədası buraxılıb axı. Buraxıla bilməz demək səhvdir. Ən az 2 qrammatik əsas olur, düzdür. Yalnız 2 sadə cümlənin birləşməsindən yaranır. Xeyr, yeri gələndə 2 və daha artıq da ola bilər. Yəni, şərt o deyil ki, ancaq 2 cümlə olmalıdır mürəkkəb sözdə. 2, 3, 5.